maraq, həyəcan və əyləncə dolu bir dünyaya daxil olun. Bəzən ekstremal hadisələrin içində, bəzən elmin sirli qapılarında və bəzən də sadəcə gülmək üçün buradayıq. Əyləncəli və maraqlı kanalında sizi hər dəfə fərqli və heyrətamiz videolar gözləyir. Hər klikdə yeni bir macəra, hər saniyədə yeni bir təcrübə. Kanala abunə ol, fikirlərini bizimlə bölüş və bu unikal yolculuğa sən də qoşul. Sənin dəstəyin bizim gücümüzdür. Azərbaycanda baş verən ən dəhşətli zəlzələlər. Hörmətli izləyicilər, bugün sizi Azərbaycanın zəlzələ tarixi ilə bağlı dərin bir səyahətə aparacağıq. Ölkəmiz coğrafi mövqeyinə görə seysmik aktiv zonada yerləşir. Bu səbəbdən də tariximiz boyunca bir çox dağıdıcı zəlzələlərə şahidlik etmişik. Bu videoda Azərbaycan ərazisində baş vermiş ən dəhşətli zəlzələləri, onların fəsadlarını və maraqlı faktları araşdıracağıq. Həmçinin zəlzələlərin qorxunc görüntülərini də sizlərlə paylaşacağıq. Məqsədimiz bu təbii fəlakətlərdən ibrət almaq və gələcəkdə daha hazırlıqlı olmağımıza töhfə verməkdir. Azərbaycan ərazisində baş vermiş ən qədim zəlzələlər haqqında məlumatlar qədim mənbələrdən əldə edilir. Təəssüf ki, bu zəlzələlərin dəqiq tarixi və gücü haqqında dəqiq məlumatlar yoxdur. Lakin tarixi mənbələrdə Şamaxı, Gəncə və Bakı kimi şəhərlərin dəfələrlə zəlzələlərə məruz qaldığı qeyd olunur. Məsələn, orta əsrlərdə Şamaxı şəhəri bir neçə dəfə dağıdıcı zəlzələlərə məruz qalmışdır. Bu zəlzələlər nəticəsində şəhər tamamilə dağılmış, minlərlə insan həyatını itirmişdir. Bu hadisələr zəlzələlərin insan həyatına necə böyük təsir göstərə biləcəyinin bariz nümunəsidir. 1667-ci ildə baş verən Şamaxı zəlzələsi Azərbaycan tarixində ən dağıdıcı zəlzələlərdən biri hesab olunur. Zəlzələnin gücü 6.9 bal olaraq qiymətləndirilir. Şəhər tamamilə dağılmış, təxminən 80 min insan həyatını itirmişdir. Bu zəlzələ Şamaxının iqtisadi və mədəni həyatına böyük zərbə vurmuşdur. Şəhərin bərpası uzun illər çəkmişdir. Bu hadisə zəlzələlərin təkcə insan həyatına deyil, həm də iqtisadiyyata və mədəniyyətə necə təsir etdiyini göstərir. 1139-cu ildə baş verən Gəncə zəlzələsi də Azərbaycan tarixində dərin iz buraxmışdır. Zəlzələnin gücü 7 baldan yüksək olaraq qiymətləndirilir. Zəlzələ nəticəsində Gəncə şəhəri böyük dağıntılara məruz qalmışdır. Bu zəlzələ nəticəsində dağlar uçmuş, Ağsu çayının qarşısı kəsilmiş və nəticədə Göygöl, Maralgöl və digər göllər yaranmışdır. Bu hadisə zəlzələlərin təbiətə necə təsir etdiyinin əyani sübutudur. Daha bir zəlzələ 2000-ci ildə Bakı şəhərində baş vermişdir. Zəlzələnin gücü 6.8 bal olaraq qiymətləndirilir. Zəlzələ nəticəsində Bakı şəhərində bəzi binalar zədələnmiş, lakin böyük dağıntılar olmamışdır. Bu zəlzələ ölkəmizdə zəlzələyə hazırlıq məsələsinin nə qədər vacib olduğunu bir daha xatırlatdı. Zəlzələyə davamlı binaların tikilməsi və əhalinin maarifləndirilməsi gələcəkdə baş verə biləcək fəlakətlərin qarşısını almaqda böyük rol oynayır. Azərbaycan ərazisində baş vermiş zəlzələlər tariximizin ayrılmaz bir parçasıdır. Bu zəlzələlər insan həyatına, iqtisadiyyata və təbiətə böyük zərər vurmuşdur. Bu hadisələrdən ibrət alaraq gələcəkdə daha hazırlıqlı olmalıyıq. Zəlzələyə davamlı binaların tikilməsi, əhalinin maarifləndirilməsi və zəlzələ zamanı davranış qaydalarının öyrənilməsi hər birimizin vəzifəsidir. Unutmayaq ki, təbiət hadisələrinə qarşı mübarizədə ən böyük silahımız bilik və hazırlıqdır. Diqqətiniz üçün təşəkkür edirik. Videonu bəyənib şərhlərinizi bölüşdükdən sonra kanala abunə olaraq bizə dəstək olmağı unutmayın. Salamat qalın.